Mekke'dir evimiz, Medine yurdumuz. Necef'tir zinetim, Kerbela gayretim. Mekke'dir evimiz, Medine yurdumuz. Necef'tir zinetim, Kerbela gayretim. Meşeddir ezel günden şöhretim. Ferdi'de yol sağdaş, Ferdi'de yol sağdaş. Ey dünya, biz Müslümanız. Ferdi'de yol sağdaş, Ferdi'de yol sağdaş. Ey dünya, biz Müslümanız. Filistin dertleri, yürekler ağrıda. Keşmir'in mühneti kalbimi dağladı. Filistin dertleri, yürekler ağrıda. Keşmir'in mühneti kalbimi dağladı. Qarabağ derdimiz alemler ağladı. Ferdiler yol sağdaş, Ferdiler yol sağdaş. Ey dünya, biz Müslümanız. Ferdiler yol sağdaş, Ferdiler yol sağdaş. Ey dünya, biz Müslümanız. Azerbaycanımın lalezar torpağı, düşmanlar içinde solup yarpağı. Azerbaycanımın lalezar torpağı, düşmanlar içinde solup yarpağı. Ferdiler yol sağdaş, Ferdiler yol sağdaş. Ey dünya, biz Müslümanız. Ferdiler yol sağdaş, Ferdiler yol sağdaş. Ey dünya, biz Müslümanız. Ümmetin bugün kan yakar, köylerde bu dertten ildirimler çakar. Irak'ta ümmetin bugün kan yakar, köylerde bu dertten ildirimler çakar. Analar yollara hasretle bakar. Ferdiler yol sağdaş, Ferdiler yol sağdaş. Ey dünya, Açıqdır ona görə.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم. Allah kabul eylesin bizim bu ziyaretimizi inşallah ki kardeşler, yani biz hamımız bak Əhl-i Beyt aşıqlarıyıq. Bugünkü bu ziyaretimiz de ki Allah'a xatırdır. Ben bak bir dənə əsas məsələyə toxunmaq istəyirəm ki, Azərbaycan torpağı barlı, bəhərli bir ağaca bənzəyir. O ağaca bənzəyir ki, şəhidlərlə, o şəhidlərin qanı ilə o sualı, o şəhidlərin ruhusi onun günəşidir. Necə ki, şəhidlər ağacı İmam Hüseyin İslam ağacının bir səsi qanıyla sulardı, ruhuyla nurlandırdı, ta bugünkü bizi sattırdı. Və bugünkü şəhid qardaşımızın da hər biri Azərbaycanımızın parlaması üçün, yaşaması üçün şəhid oldular. Bizlərdən də Allah onu istəyir ki, öz Allah yolunda, öz malımızdan, öz mülkümüzdən və vaxtımızdan bunlara sərf edək. Həmişə ziyarətimizi bu şəhidlər üçün edək. Allah bizlərin bu ziyarətini qəbul eləsin. Peyğəmbər Ali Peyğəmbərə salavat edək. Allah Şahit olan oğul var,
Qarabağ dərdini, elə gənc, yaşlı fərqi yoxdur. Nə qədər ki, bu məsələ həll olunmayıb, bizim rahat olmağa, rahatlıq tapmağa haqqımız yoxdur. Bizim ibadətlə belə bilirəm nöqsanlığı, əgər bizim ürəyimizdə o işğal olunmuş torpaqların dərdi olmasa, orada əziyyət çəkən insanların dərdi olmasa, o torpaqları azad eləmək eşqi ürəyimizdə olmasa, bizim gündəlik ibadətlərimizin bir o qədər Allahın yanında belə düşünürəm ki, qiyməti olmaz. Azərbaycan xalqı şəhadət məktəbinə, İmam Hüseyn məktəbinə bağlı olan xalqıdır və bu yaxında mən bir daha o Azərbaycanın o qəhrəman övladının misilsiz şücaətini vurğulamaq istəyirəm. Bundan tək deyil. Onlarla, yüzlərlə belə faktlar olub Qarabağ müharibəsi zamanı, amma son dövrdə həmin o Peyğəmbər övladı olan Mübariz İbrahimovun misilsiz şücaətinin şahidi olduq və o öz vəsiyyətində bütün bu şücaətin inancından qaynaqlandığını bildirir. O öz orada ata-anasına vəsiyyətində özü Peyğəmbər övladıdır, Seyiddir və ata-anasına vəsiyyətində də namazlara diqqət eləməyi tövsiyə eləyir. İmam Hüseyn əleyhissalama bağlı olmağı tövsiyə eləyir, Əhl-i Beytə bağlılığı tövsiyə eləyir və məhz Əhl-i Beyt məktəbinə bağlı bir gənc görün nə böyük şücaət göstərdi və düşmənin içində görünməmiş bir panikanın yaranmasına səbəb oldu. Neçə gündür onlar əməliyyatlar keçirirlər, dillər qisas əməliyyatlarıdır. Çünki onların lap içinə arxa zəfiyə daxil oldu, onlara çox ciddi zərbə vurdu, özü tək və milli qəhrəman adı da qazandı. Belə gənclərin olması sevindirici haldır, amma əsas məsələ bundadır ki, belə gəncləri tanıtdıraq insanlara, bunları təbliğ eləyək. Kütləvi informasiya vasitələrinin vəzifəsi şücaətli, qəhrəmanlıq nümunələrini insanlara çatdırmaqdır, gənclərə çatdırmaqdır və bu nümunələr hər hansı bir xalqın tarixində varsa, o xalq hökmən qalib olacaq, qələbəyə çatacaq. Mən heç şübhə eləmirəm ki, bir gün işğal altında olan bu ərazilər inşallah azad olacaq. Özdəki inanmıram ki, hansısa danışıq vasitəsilə azad ola. Ancaq şəhadət eşqi ilə ürəyi döyünən müsəlmanların, gənclərin əzmi ilə, mübarizəsi ilə həm Azərbaycanın Qarabağ torpaqları, həm də ümumən dünyanın hər yerində işğal altında olan müsəlman torpaqları inşallah azad olacaq. يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم والذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم. Həqiqi deyirəm hadisə. Şərt yeri zirvədir ki, onu hər adam qismət olmur. Alman yazılmayıbsa mümkündür. O şərəfin adından istifadə edə bilən, tırnaq arasında istifadə edən adamlar 100 dəfə ölə, Allah təala 100 dəfə dirilə, 100 dəfə ölə, 100 dəfə dirilə, milyon dəfə dirilə mümkündür. O şəhid olmayacaq. O şəhid qardaşımız alnına yazılmışdır. Döyüşlərə görmüşük. Döyüşə igidlər gedir, ərinlər gedir, oğullar gedir, döyüşə çatırlar gedir. Heç vaxt varlının vətəni yoxdur. Varlının vətəni dilidir. Bizim qaçmağa yerimiz yoxdur. Bizim qaçmağa Allah adına hara qaçar? Allah onların ruhunu şad eləsin. Onlar elə bir zirvədədir ki, biz qisdi eləməliyik, altdan yuxarı baxmalıyıq onlara, üstdən aşağı yox. Həqiqət çoxları bəlkə də qəbul eləmir ki, bizdən şəhid yerində deyilə gəlir ki, öldü, getdi, nəşəhid yox. Onlar məqamında elə bir Hüseyin kimi elə bir məqama çatıblar ki, Allah Teala onların bütün günahlarını bağışlayacaq, hər günahlarını bağışlayacaq. Hüseyin elə bir oğul ki, Hüseyin öz qanını, Hüseyin nəyə əsir deyir? Nəyə əsir deyir Hüseyin?
Hüseyin'in hiç bir ihtiyacı yok idi. Hüseyin'in ihtiyacı Allah'tan idi. O Allah'tan ki, o Allah'ın uyduğu Müslüman dinini, Müslüman əqidəsinin arxasında getdi ki, sübut elədi ki, Müslümanlıq belə olmalıdır, şəhadət belə olmalıdır. Allah onu xüsusiyə davamçılar eləsin. Bizim qardaşımızlar, bunun balalarına Allah can sağlığı versin. Babalarının, valideynlərin daha doğrusu başı dayanıcı olsun. Onların başı dayanıcı olmalıdır. Mən can haqqında demək istəyirəm sizə. Mən dəfələrlə yaralamışam. Ən axırda ürəyimin üstünə yaralanır, ürəyimdən tutdu güllər. Mən buna heç kimin qəlbində nəticədə olmağa demirəm. Güllə dəyəndə birinci əl atdım, qaşıdım, ikinci dəfə əl atanda gördüm canım satmır, başım çatlayır, amma ağır hiss eləmirəm. Hiss eləyəndə ki, mənə güllə dəyib, başladım, Mehdinin kilosu bir kəlməsi dedi ki, hə, bu da axırı, onda başladı, ürəyim qəhərə doğru. Allahdan and olsun Allah'a deyirəm, mən sizə deyirəm ki, candan şey yoxdur. Mən dedim ki, ilahi, mənə 2 dəqiqə ömür ver, yolumu tərəfdən keçin, həyata baxın, həyətdəkilər görüm, amma həyətdəkilər məni görmədim. Amma mən ölüm. İnan məni vertolyota qoydular, aşağı veysəllikdən gətirdilər, ta 7 saat üçün yarısına yaralandım, səhər atıldı, axşam saat 5-in yarısına suratına çatdırdılar. Vertolyotda məni gətirəndə kəndin üstünə keçirlər, kəndin üstünə keçəndə kənardan baxanda evimizi görürəm. İnanırsan, ata qardaşlarım hamısı sahədə yerləşir. Amma onların heç biri görəlmədi. Dedim, ilahi, axım, mən sənə 2 dəqiqə ömür istədim, mənə bu qədər ömür vermirsən, 2 dəqiqə heç olmaz, onların dilin görüb sonra ölür. Amma görmədim. Getdim, axır ki, gözümü açanda orada gördüm ki, xəstəxanadayam. Deməm odur ki, 23 il onun üstünə keçib. Allah sağ ocanı deyirsə. Ora gedən onlar 2 şeyə gedirlər. 2 şey məsələ ola bilər. Daha doğrusu bir şey. Allah birinci şəhadət yardımlarını almaq, ikinci qazilik yazır. Qalıbsa qazilik, ölübsə şəhiddir. Qaçırsa fərarət. Buyur ana, başlıyor. Ne diyor? Buyur. Sağırır vatan, isteyir kömək, onu düşməndən qoruya gerək. Kim peşniyyətlə gəldi ölkəmə, torpaq onu batırar dəmə. Şanlı ölkənin, şanlı vətənin, kim poza bilər, Polad dəfirləri. Bu renkli bayrağın gözümün ışığıdır. Azadlık yakışından doğan göy kuşağıdır. Üstünde ay ulduzu. Gelin benim hoşuma. Ay üzüye benzeyir. Ulduz onun karşına. Bu renkli bayrak bize teselli bir dayaktır. Yolumuzun üstünde ışık saçan mayaktır. Şamil kardeşimiz güzel söz dedi ama ondan kabak geldi.